ən əsas sənin beynindir. Yəni sənin beynini açmalıyım. Deməliyəm, oyansın, fikirləşsin nəyə görə. Burada rəssam üçün də gil var, həkim üçün də gil var, yemək üçün də gil var. Keramika atası anası qadındır. Mir Teymur müəllim, evinizi çox gözəl bir incəsənət məkanına çevirmisiniz. Balansı necə qoruyursunuz? Yəni, həm işləmək evdə, həm yaşamaq. Bu bir qədər çətinlik yaratmır ki, yoxsa əksinə? Yox, mən həyətimdir. Mən bunu səhər duran kimi bir parça çörəyi yeyirəm. Ondan sonra başlayırım işləməyə. Mən bunsuz, mən sizə bir şey deyim ki, mən 6 ay gipsdə olmuşam. Çünki motosikletdə ayağımı itirmişdim. Az qalmışdı itireyim ayağımı. 7 yerdən sınmışdı ayaq. Və onun üçün 6 ay gipsin içində olmuşam. Ona baxmayaraq, özümə gələn kimi başladım rəsm çəkməyə. Necə nəfəs almırsan, sən fikirləşmirsən axı, hansı o orqanlar işləyirlər nəfəs alanda. Və nəfəs salmamaq olmaz, düzdür? Eyni şeydir də. Rəssam o rəssamdır ki, hansı ki işsiz yana bilmir. Rəsm olsun, qrafika olsun, heykəltaraşlıq olsun, rəngkarlıq, fərqi yoxdur. O xəstə kimi şeydir, narkoman kimi şeydir. Mən bir gün çəkməmişəm, nəsə özümü narahat edir. Narahat ondan ibarətdir ki, sən nəyisə eləməmsən bir gün. Çox vacib şey itirmişsən. Belə o hissiyyat qalır. Belə çıxır ki, özünüz öz işlərinizdən heç vaxt yorulmursunuz. Yox, mən həzz alıram. İşləyəndə həzz alıram. Bəs sizi qəzəbləndirən işiniz varmı ki, hazırlamısınız, amma müəyyən müddətdən sonra sizi hissləndirir onu görmək? Belə işlər yoxdur. Çünki mən hər görürəm ki, iş alınmır. Mən onu sındırıram. Rəngkarlıq olsun, pozuram, qruntava sildirəm yəni ki. Yəni ki, zaman hələ hazır deyirəm mən. O ideya ki, məndə var, ideya var. Amma mən özüm hazır deyirəm. O ideyanı həyata keçirdim. Burada çoxlu işləriniz var sizin və çoxsunda da türkçülüyü, türk mədəniyyətini, tarixini görmək olur. Bəli. Bu bir ensiklopediyaya bənzəyir, elə deyilmi? Bəli. Yəni ki, mən də olmasındır, adamlar, insanlar gələcəklər, baxacaqlar, axtaracaqlar. Ən asıl odur ki, sən fikri oyatmaq lazımdır. Mən çox kitab oxumuşam və onun içərisində nə arxiv yığmışam, Rusiyada, mən gətirmişəm bura. Onun üçün məndə çox gözəl arxiv var. Ondan başqa da İngilis dilində tərcümə, rus dilində çox kitablar oxumuşam və yığmışam onları hamısını. Demək olar ki, böyük bir arxiv var. Amma ki, o sual var ki, insan özünə verir, bu nədir? Bu nə demək istəyirdi rəssam? O sual yarananda o gedəcəkdi kitabxanaya, axtaracaq. İndi internet var. Deməli, interneti açıb axtaracaq onu. O lazımdır. Bəs türk xalqlarının tarixini əks etdirəndə ən çox hansı məqam sizi təsirləndirib və onu dönə-dönə müxtəlif işlərinizdə göstərmisiniz? Türk xalqların keçmişi mən studentlərimi, öz o şagirdlərimi öyrədim artefaktın üstündə. Çox adam deyir ki, yaxşı qoy rəsmdə kuşka, bakal, çaşka, keramika. Ya rəngkarlıq. Rəngkarlığı da mən qoymuram, natürmort qoyuram ki, tutam ki, gəlir uşaq, istəyir ki, rəssam olmaq. Natürmort qoyursun da, gipsdən qoyursan, kağızdan qoyursan. Amma bəli şeylər var ki, hansı ki, sən gözəllik görməlisən. Bu akademik postanovka deyirlər. Akademik postanovka o lazımdır. Kölgə, işıq lazımdır, politon, ton lazımdır. Amma ki, ən əsas ondan ibarətdir ki, sən onları gözlərini açmalısan. Gözlərini açmaq, göz instrumentdir. Necə ki, dodaq, necə dil, o instrumentdir. Amma ən əsas sənin beynindir. Yəni, sənin beynini açmalıyım. Deməliyəm, oyansın, fikirləşsin nəyə görə? Bu nəyə görə? Onun üçün mən bir də görürsən ki, ağ kağızın üstündə bir ağ əski atıram, deyim çək.
O deyir ki, maraq deyir axı, alma yoxdur, qırmızı alma yoxdur, Hı. vişne yoxdur, belə şeylər. Deyirəm, yox, çək onu. Hələ ki maraq yoxdur, amma o maraq oyanır yavaş-yavaş. Bir görsən ki, 1 saatdan sonra deyirəm ki, get çörək yeyirsən. Deyir, yox, bunu qurtar, bunu qurtar. Yəni ki, maraq oyanıb. Oyatmışım onu. Beyin başladı işləməyə. Sizin bu yaşa qədər gördükləriniz, təcrübələriniz həm də bu əsərlərin yaranmasına köməklik göstərir. Bir növ özünüz özünüzün bir ilham mənbəyisiniz deyə bilərik. Bəli. Bəs Bilik, başqalarının bilik. bəli. Bəs heç başqalarının həyatı, onların yaşadıkları təcrübələr, hekayələr, həyat hekayəsi sizin üçün bir mənbə olubmu? Yox, bu ədəbiyyatla məşğuldum ona. Mən fəlsəfə ilə məşğulum. Psixologiya ilə məşğulam, icmala. Niyə görə bu icma belədir, o bu icma belədir? Niyə görə? Nə yollar keçiblər onlar? Nə yığıblar o çantaya, nə yığıblar? Ambara nə yığıblar bunlar? Öz işlərinizdə istifadə etdiyiniz gillərdən istəyərdim danışaq. Çünki Azərbaycan torpağı kifayət qədər zəngindir gillərlə. Bizdə nə var və onlardan hansı gillər daha öz keyfiyyətinə görə daha seçilir? Onunla işləməyi daha çox özünüzə istəyirsiniz? Bütün gillər, Azərbaycan bütün gilləri gözəldir. Demək olar ki, mən həmişə deyirəm ki, o studentlərə də açıram, göstərirəm gilləri, cürbəcür növləri. Deyirəm ki, bizim ayağımızın altında siz deyirsiniz palçıq. Palçıq deməyin, gil deyin. Bizim ayağımızın altında qızıldır. Neftdən də bahalıdır o. Biz demək olar ki, 5-ci əsrəcən, bəli, 404-cü il, o Makedonski 353-cü il biz eksport eləmişik. Yəni gilləri biz satmışıq. Kərvanla göndərmişik. Bizdə gillər var ki, hansı ki, yemək olar, o xəstəlik, mədə xəstəliyi, Bəli. hansı təmizləyir. Bizdə gillər var ki, özünüz bilirsiniz, naftalandır zaten. Bəli. Onlar hamısı dəri xəstəliyi, hamısı müalicə eləyir. Çox şeylər var ki, hansı ki, biz heç bilmirik neyimiz var. O qədər bizim torpağımız, bizim gillərimiz zəngindir. Özü biz birinci yer hələ belə tutmamışıq ki, dünyada. Onun üçün də burada rəssam üçün də gil var, həkim üçün də gil var. Yemək üçün də gil var. Hətta. Bəli, o suplara biz həmişə verirdik. Bəli. Sonra çox şeylər var. Mən yazmışam məqalələrdə, çox şey mən açmışam. O gil kulinariyada, gil cürbəcür xəstə olanda, dəri xəstələri, mədə xəstələri harda istifadə edirlər və hansı gilləri istifadə edirlər? Çox yerinə düşdü, çünki bir neçə müddət bundan əvvəl belə bir xəbər oxudum. Afrikada bir sıra tayfalar var ki, məhz torpaq yeyirlər. Belə bir başlıq xəbər idi. Girdim, baxdım ki, onlar gili qarışdırırlar duzla, biraz da un qatırlar və yeməli bir hala gətirirlər. Sizin də sözünüzə qüvvət, görürsünüz hələ də gili yeyənlər var. Vaxtilə kulinariya jurnalı var idi, Tahir Əmiraslanov. Bəli, bəli. O prezident idi kulinariyanın. Və mən orada çox məqalələr yazmışam və göstərmişəm ki, bizim necə gözəl bir gillər var. Biz həmişə vurmuşuq gilləri. Supa vurmuşuq. Çox gözəl gillər var. Sonra mən özüm neçə dəfə yemişəm tezi. Yerlər var ki, hansı ki tərtəmizdir. Oradan yeyirsən, sakit olursan. Təmizləyir. Mənə deyir, təmizləyir. Nə maraqlı. Sizin işlərinizdə ümumiyyətlə keramika sənətində qadın-kişi anlayışından istəyərdim danışaq. Yəni demək istəmirəm ki, məsəl üçün qadının hazırladığı işlər və kişinin hazırladığı. Mən o mənada deyil də, işlərin özünün cinsə görə bölünməsi də var axı. Məsəl üçün bildiyimə qədər sizdə zınqrov var ki, onun səsini qulaq asanda Oğlan qız var belə. Bəli. Yəni bu nə O qədər Türk dünyasıdır. Məndə deyir. O Türk dünyasında ses bölünür deməli oğlan qız. Amma ki keramikanın birinci pillədə durur qadın. Atası, anası keramikanın qadındır. Kişi deyil.
18.000 il bundan qabaq, o neolitdən də qabaq, Bəli. paleolitin Bəli. lap quyruğu Altayda tapılmışdı balaca maskura. Hı -hı. O maskuranın üstündə izlər var idi, qadın izləri. Hı -hı. O mən oxuyanda, biləndə, o şəklini baxanda mən gördüm ki, yaxşı, qadını eləyib harasa aparıb suyu. Çünki gil saxlayır, suyu saxlayır. Onu başa düşdüm mən. Sonra düşüb odun yanında harda alov olub keramika olub. Keramikos Yunanistan sözdür. Yanmış torpaqdır onun tərcüməsi. O da bir yana qoyaq. Onun yanında balaca 5 santimetr demək olar ki, diametrdə onun qızı oturub onun yanında təkrar eləyib, necə anası eləyib, onu eləyib. Yəni ki, bu gəlir elə qadınlar gəldi. Çünki atası, anası, gələn təkrar edirəm ki, keramika atası, anası qadındır. Onun üçün də qadınlar çox yaxşı götürürlər dərsi. Onlar oxuyurlar çox gözəl və demək olar ki, bütün keramikaya biz baxsaq tarixinə, qədim artefaktla zaten bağlı, hamısında qadın izi var. Amma ki, o bağlıdır məişətlə. Balaca stakan eləyim, maskara eləyim, amma ki, bədii əsər kişilər. Müasir zamanda siz də etiraf edərsiniz ki, kifayət qədər keramikada məşğul olan gənclər var. Bəli. Özləri üçün balaca emalatxanalar açırlar və kifayət qədər də məşğullaşıb bu sahə və satışlar da yaxşıdır. Sizcə onlar bu sənəti doğrudan da layiqincə davam etdirə bilirlərmi və nə qədər faydalıdırlar onlar bu sənətin inkişafında? Çoxsu gedib pulun dalınca. İşidib ki, çaşqadır, zaddır, belə şeylər eləyir, özünü alladır və yəni ki, dırnaq arası onun yanına şairlər gəlir, tutam ki. Mən bir dənə şey deyim, keramika qutaranlar, akademiya, rəssamlıq akademiyasını qutaranlar keramikini tanımırlar, bilmirlər. Və bu studiyalar çox gözəldir, qoy işləsinlər. Çünki hələ belə oynamaq gilinə, o çox rahat olur adam, olduqca, o lazımdır. Amma özünü sonra sayırsan, keramist sayırsan, o düzgün deyir. Sən belə doluşçusan da. Mən öyrədirəm, bağbanı öyrətmişəm. Qaldırır, 120 santimetr qaldırır. Amma ki, artefaktla. O jgut və keramika, yəni ki, viş kimi edirsən, belə. Ne bu bənzər. Bəli. Və onlardan yığırsan. İstəyirsən 5 metr yığmaq olar. Ona fırlanma olmaz. Öyle şəkildə mərkəzi yaratmışam. Nardaranda yaratmışam mərkəzi, keramika mərkəzi. Məqsəd neydən ibarət idi ki, yerli cəmaatı öyrədim və yerli cəmaatı bir parça çörək verim. Çörək ağacı verim. Sonra olacaq bəlkə bu xəstə olacaq. Yaxşı mənada mən deyirəm. Xəstə olacaq keramika xəstəliyi. Amma ki, ən əsas çörək ağacı. Divarlarda sizin işlərinizdir, hər yerdə. Hələ boş divarları görürəm, mənə elə gəlir ki, siz onu planlaşdırırsınız ki, onları da doldurasınız. Bayır, küçə tərəfdən qalır. Küçədə də, bəli, çox onlar gözəl da işlər. hazırdır. Bəs ümumiyyətlə, bir şəxs əgər evinin interyerini istəsə belə gözəl işlərlə doldursun, mümkündürmü və edən varmı? Bəli, sifarişlər var. Nə gözəl. Düzdür, baxadır, ancaq keramika baxa şeydir. Baxadır, gəlirlər, çox zaman hələ ev üçün, bağ ev üçün aparırlar. Böyük panolar aparırlar. Kifayət qədər turist də gəlir sizin bu ev. Çox gəlir. Ev muzeyi deyək, yoxsa ev muzeyi desək mənə elə gəlir. Ev muzeyi deyil, amma hər adam bura girmir. Məndə kameralar var. Bəli. 4 dənə kamera. Onun üçün mən kameradan baxıram, oxuyuram, adamları oxuyuram. Bu hələ belə adamdır, keçir. Hələ belə girsin, baxsın, heç bilmir nədir bu, nə məkandır, kimin yanına gəlib. Gəlirlər, hərdən bir zəngi vurub, içəri girirlər. Bu nədir burada? Deyirəm, bağışlayın, mənim vaxtım yoxdur. Sən bura girmirsən, atmışsan, zəng vurmuşsan, sonra məndən soruşursun, bu nədir burada? Bizim Azərbaycanın müasir tarixini və keçdiyimiz müxtəlif belə çətinlikləri əks etdirən əsərləriniz də var, mən bildiyim qədərilə. Hələ Xocalı siz gördünüz, belə. Bəli. Bəs son işləriniz, Azərbaycanın qalibiyyəti, orada nə qədər özünü əks etdirir? Varmı elə işlər?
Var, yuxarıda da. Onlar hələ yanmayıb, quruyurlar. Qalxıb yuxarı baxarsınız. Onlara da baxarıq. Mən istərdim sizin bir qədər uşaqlığınıza gedək. 5 yaşında sizə plastilin alınmışdı. Orada Bəli, mən ilk düzəltdiyiniz nə olmuşdu? Plastilinlə mən doldurmuşdum. Bütün ev dolmuşdu plastilinlə. İtdi, pişikdi. Özü gün düşür, mən başa düşmürəm axı. Gün düşür, plastilin əriyir. Sonra nənəm diyinə onları bıçaqla, zadla təmizləyirdi. Yəni, bu uşağa o bir material verin ki, plastilini verməyin dayı. Axırda anam gətirdi mən üçün gil. Mən gillə başladım. Axı bilmirdi nə gətirib. Bütün ev oldu palçıq. Su, gil. Mənə çox maraqlı idi. O suda necə açılır, necə palçığa dönür. O şliker deyirlər onu alman dilində. Necə o əriyir. Sonra necə günün altında əskinin üstə atanda necə o massa olur. Yəni ki, plastilin kimi bənzəyir. Necə dəyişir? O formaları necə dəyişir? Çox maraqlı şey idi. Onda deyə bilərik ki, ananız sizin bu işə başlamağınızda çox böyük rol oynadı. Bizim deməli Ananız ailədə rəssamdır. bəli rəssamdır mama və demək olar ki, nənə də çəkirdi. Baxmayın farmasevtdir. Ya həkim olmalı idim, ya rəssam. Mən də biləcəm axı. Mən oxudum o. Bizdə bütün bu kitabxana çox zəngin idi. Olduqca zəngin kitabxana var idi. 6000-ə yaxın. Onun üçün də mən baxanda o latin dilində o əzələrin adlarını baxanda dedim, yox, mən bunları oxumayacağım, bunları mən əzbərləməyəcəm. Çünki mənim üçün o latin dilində cürbəcür o kifos, şeylər, belə şeylər istəmirəm. Nə oldu? Amma ki, dayı mənə demişdi, atam da elə cərrah idi. Dayı demişdi ki, sən gəl mənim yanımda deyəm. Səndən yaxşı cərrah çıxacaq. O düz deyirdi. Mən hiss edirəm əzələri, hiss edirəm sümükləri. Amma ki, yəni ki, 5 alırdım həmişə plast anatomiyadan, 5 alırdım və mənim rəsmənlərə institutda da mən hamısına kömək edirdim anatomiyada. Bizə axı dərslər var, plast anatomiya var deyildi ona. O mütləqdir, rəssam üçün mütləqdir. Hansı əzələr hara gedir, necə bağlanır sümüyə, sümükdən necə çıxır, nervlar hara gedir. Amma ki, bunları bilmək lazımdır. Dərinin altında sən gizlənir, dəri gizlədir əzələri. Amma sən dəridən ora içəri baxmalısan, bilməlisən. Nə var orada? Onun adını bilməlisən. Hazırda elə işlər var ki, məsəl üçün ona baxanda hiss edirsən ki, bu hansısa başqa bir işə bənzəyir. Ola bilər plagiatdır. Mən istəyərdim siz aydınlıq gətirəsiniz ki, plagiat, hiss etmək və təsirləmək arasında fərq nədir? Mən nifrət edirəm o adamlara ki, hansı ki plagiat edirlər, öz adının altında kənar adamın, kənar rəssamın gözəl əsərini göstərirlər. Öz əsəri kimi. Mən bunu heç gizlətmirəm və açıq-aşkar internetə qoyuram. Müəllifin işini və oğurluq. 100% yox, 99% oğurluq heykəli demək olar. Təsirləndiyiniz əsərlər olub da? Onu Mən çox görürəm, plagiat görürəm çox. Amma məndən də götürürlər. Hələ bu sidacı mənim qrafikadan oğrayıblar. Demək olar 80% mənim qrafikamdır. Və vurublar divara. Evin divarına. Neyniyim mən? Bu divarlarda nə qədər işləriniz var? Sayını bilirsiniz? Yox, hamısını bilmirəm. tanıyırsınız? Hamısını bilirsiniz yadındadır, amma ki saymayalar, mən bu xalçı deyirəm. Mən işləyirəm. Hər bir halda, yəni biləsiniz ki, yəni bu qədər iş hazırlamışam, bu qədər iş Yox, olmuşam yox. divara. O Üzlər, simalar çoxdur görürəm. O maraqlı deyil mənim üçün. Mənim üçün maraqlıdır. İş alınım ya yox. Üzlər görürəm daha çox. Sanki Personajlar, bəli. personajlar və kişi personajları mən daha çox görürəm. Nəyə görə kişilər daha çox? Çünki mən çox diqqətlə baxıram kişinin sifətinə. Qadın sifətinə baxanda diqqətinə biraz ovri şey olur da, olmaz. Olmaz. Tələbələriniz də var. Mənim məktəbim var. Bəli. Düşünürsünüzmü ki, o tələbələrin hamısı özünə məxsus bir yol açıb davam edəcəklər, yoxsa sizə daha çox bənzəyəcəklər? Yox, mən qoymuram onu, icazə vermirəm. Mən öyrədirəm texnikaya. Amma sən öz yolunu seçməlisən. Getməlisən öz yolundan.
lazım deyil ikinci Mir Teymur. Oğurlama, plagiat da lazım deyil. Öz varsın məndən sonra Cəfər Əliquliyev qalır. Mən bilirəm ki, necə aparıcı bu xətti. Kreativ kəlimə necə aparıcı bu.